Deməli, ən qədim filosoflar öyrədirdilər ki, əgər sən bir insanın qabağına azadlıq ya çörək qoysan, o çörəyi seçəcək. Çörəyi seçəcək. İnsanlar bu dəqiqə çörək dolanışıq dərdinədir. Belə. İranda bilirsiniz nə vəziyyət yaranıb. Elə bir yaxın vaxta kimi insanlar artıq aclıq çəkirdi, kasıblıq çəkirdi. Amma mən belə bir söz deyim. Artıq İranda və Rusiyada sürünən və gizli kasıblıq, yoxsulluq baş verir. Nədir bu? İnsanlar Afrikada da acından ölmürlər, bir çörək tapırlar. Acından ölmürlər. Amma insanlar kritik anlar üçün yatarları, ehtiyatları yoxdur. Sabah onların, deyək ki, bir ağır xəstəsi olsun, bir başqa hansısa problemi həlləməyə olan vəsaiti yoxdur. Əvvəllər banklarda pulları vardı, evlərində pulları vardı, xərcləyirlər, o pul da qiymətdən düşüb. Bu insanlar çox ağır vəziyyətlərə düşürlər, bir ehtiyat yoxdur. Bax, Rusiyada belədir. Rusiyada məsələn 360 min yetim var, əmələ gəlib. Çox günə qədər. İranda da dəhşətlidir, bəli. İndi mən müqayisə edirəm ki, yəni ətrafımızda, sağımızda, yuxarımızda, aşağımızda Azərbaycanın. Həmişə deyirəm, o Jean-Jacques Rousseau deyir ki, coğrafiya dövlətlərin taleyini həll edir. Biz baxırıq və ona görə də bunlara qiymət verməliyik, eləməliyik ki, o sürünən kasıblıq deyil, sürünən yoxsulluq, mən termin kimi belə işlədirəm. Bax, bunlar məcbur elədi ki, o insanlar qalxsın, haqlarını tələb eləsin və bir çıxış yolu axtarsınlar.